Salam dostlar. İstedim bugün de hindən yox bağdan başlayım videoya. Burada gördüğünüz kimi bölüşkenlerdir. Şirket sortu olmalıdır, bilmirəm. Çoxsu demək hamısı tutub. Bu tutmayıb deyirdim bu. Bu da tutub altdan baxın cücərir. Sarmaşıqlar da çox ola getir. Təmizləyirəm elə. Neçə dəfə təmizləmişəm. Sonra bu da tutub. Burada bir tane köktü, iki tane diye ama ki bu da tutub yani. İkisi de tutub. Biraz baş tarafları koruyup ama ki kalan yeri şeydi, yaşdı. Biraz xəstələnmişəm yenə. Bu aralar ne olsa her şeydədir. Bu da quruyub demiştim. Bu da alttan cücərir, zoğ atıb. Bu budaqlar da baxın cücərir, sonra alttan belə bakın belə bir zoğ atıb. Bu sarmaşığı da temizleyeyim. ...600 aboneye de çok az qalıb dostlar. Ben bunu temizleyəndə siz de abone olun bir. Elime battı. Neyse. Siz de bir kanala abone olup like atın videoya. Ve yorum yazmağı da unutmayın. Maşallahınızı da alaram. İndiden. Burada da 3 tane ekmiştim. Xırda 3'ü de tutub. Bunlar arsızdı. Belə bilməzdim. Sonra burada bakın dostlar. 2 kök, bir zoğ idi. Yani şu idi, bu idi. Bir olan. Ama ki köküne bakın. Bir tarafı burada dostlar. Bir tarafı da burada. 2 yere bastırmışıq. Şimdi tük tabanlar çıxıb. Burada neçə dəfə təmizləmişəm yenə. Ot basıb. Bakın dostlar. O bu tarafa giden çok eyni diye. Şimdi bunu keseceği biraz bu böyüyenden sonra ayrı olacak. Burada da çıxır belə bilmem. Ondan sağ yoxsa nəsə. Məncə ondan da çünkü bu kök atıb buradan gəlib nəsə bir şey olub. Sonra burada şüvlər atıblar. Çok artımlı bir şeydi. Bu sarmaşıqlar nə qədərdir. Təmizlə qutarmır. Hamısına sarışıb. Neyse. Maşallah yazmağı da unutmayın. Yine de hatırlatım. İndi keçək stillərimizi sizə göstərim. Bu arada xiyarlar da çıxmağa başladı belə. Çox çıxmayıb. 3 kup çıxmışdı məncə. Biri budur. Biri budur. Biri de bu. Bu arada dostlar deyəsən köklər çıxmağa başlayıb, yer köklər. Belə olur, bakın dostlar. Belə olur, bakın belə. Yoksa o değil mi? Buradan çıxmağa başlayıblar, bilmem nədirsə. Deyə baxın, yox bu değil. Deyə baxın. Burada var belə yekə. Burada xırdalar var. Çok da çıxmaya baxı çıxıb. Belə az da olsun, indi birazdan bilinər yaxın. Sonra badımcılar ekmişdim, onları bilmem göstermişim size. Bu teze badımcılar biraz özlerinde değiller. Sonra soğanları göstermiştim bence. Soğanlar var burada. Şimdi tum ekmeliyim simiçke. Simiçke nedir? Tum. Ondan ekmeliyik. Burada da paxlalar bilmem ne yiyibsə. Qazlar az önce saldım yerlerine. Hamısını toyuqcanı. Dedim bir videoda çekeyim. Qazlar yoxsa induşkalar da yiyib paxlaları. Burada keçən videolarda gösterdiğim peynirli suyu tökülüb çox pis verir.
İndi tez gösterip geçim. Boğuldum ben burada indən. Bunlar da artık yetişib demək olmaz ama ki belə yetişmə üzrədir. Çox az qalıb. Gilaslar da artıq qızarıblar sahədə. Sahəni çəkmədim, yazımdan çıxdı. Sahəni çəkmək istəyirdim. Sahədə yetişiblər artıq az az da olsa, yəni bu bağdan yəni sahə daha tez yetişir. Bilmirəm niyə. 600 abunəyə də az qalıb. Yenə də bir xatırlatma. Bu toyuqlar adam ömrün çürütəlləri. 600 abunə olan hinduşkalar gətirirəm. Ay, buralarda tökülüb o peynirli sudan əlim batdı. Baxın, burada bir dənə qalıb, 2 dənə qalıb. Bu toyuqların əlindən bir şey saxlamaq olmur. Baxın. Yoxsa bunu toyuqlar eləmir. Dana tişilirmi, nəsə bilməm dəqiq. Yox, bunu toyuqlar eləyib məncə. Üstün kəsiblər. Danaşı kökdən kəsib qoyur. Baxın dostlar, tum səpmişdim. Tumlar çıxıb. Ayda. Heç yazımda yoxdur. Hansı etsə. 2 cərgə əkmişdim. Biri burada, biri burada. Bunlar baxın cücərib çıxıblar. Ayda, hansıydı? Videoda çəkməmişəm ki, baxım hansıydısa. Məncə bunlar kəvər idi. Bunlar neydi adı? Ondan nədir adı? Kahı. Kahı deyəğim çıxanlar. Bunlar kəvər olacaq çıxsa əgər. Bunlar görməyə başladılar deyəsən. Baxın, belə kəvərlər, yox, kahılar çıxmağa başlayıb. Eyni adlıdılar deyə biraz qarışdırıram. Yəni təxmin eyni ad kimidirlər, yəni başa düşdünüz. Başqa burada da çeyrəklər var. 3-4 part çeyrək var. Biri budur. Bu kamerada başlıqda gördüyünüz bu ayağa kimi bir part budur. Maşallah yazmağı unutmayın bir daha. Bir part budur. Burada çox kiçik bir part var. Bir part bu. Bir partdaki yine burada bir kiçik part. Bunlar, ay, burada göyərtilər var idi, tapsaladım. Neyse. Hinduşkalar için de oradaydı, göstereyim. Şüyütlər çıxıb qəşəng. Şüyüt də bildiğiniz kimi hinduşka çok sevdiği bir yaşıllıqdır. Burada əkilmişdi. Baxın, belə qəşəng şüyüt var. İndi gedək toyuqlarımızın yanına. Toyuqları da çıxartmışdım bayra. Elə indicə salıb evə girdim, sonra yadıma düşdü video çəkilməlidir. Yenidən düşdüm həyətə. Bu xəstə halımda da sizə video çəkirəm. İndi gedək. Bu arada dostlar, bir qaz da öldü. Qaldı ana qazın 2 balası, yəni təzə çıxan qazların balası. Onları da alacağım. Özüm evdə saxlamaq istəyirəm. Anası da dəli olur balası olmayanda. Onu neyiniyimsə bilmirəm. Anasına da yazılım gəlir. Balaları da yazılım gəlir. 2 bala qalıb. Anası da ki, baxın belə anasının altına giriblər balalar. Görmürsünüz. Gedib narahat etmək istəmirəm. Duracaqlar. Tapdalayar bir də balaları. 2 bala qalıb. Bir ağ, bir alabula. Onlar da ki, yeni çıxanlardan 3 günlük dünyada olmalıdırlar. Və bunlar da ki, tək bir ananındır. 2 ana baxıram ki bunlara. O öz anaları dəli olur balaları olmayanda. Digəri çox daha vecini deyil. Amma öz anaları, yəni ana qaz, qoca qaz çox dəli olur balaları olmayanda, yanında qışqıra gəzir. Qapıları dağıtır. Yıxıb keçir adamı. Mən əlimi alanda balaları qaça-qaça üstümə gəlir. Balaları almaq üçün. Balalar olmayanda dəli olur qaz. İndi bilməm nə edimsə. Yazılım da gəlir anasına da. Balaları da yazılım gəlir. İndi fikirləşirəm ki, digər ölən qazlar bu ana qazın deyil deyə analara yovuşmurdu. Yəni analara necə deyim, yaxın getmirlər. Ay,
Neyse, xəstəyəm deyə çox da şeylər danışa bilmirəm. Analarının yanına getmədiyi üçün soyuqda qalıb ölüblər. Böyük ehtimal, çox böyük ehtimal, yəni bundan ölüblər və indi bunlar anasının altına girirlər deyə bunlara məncə çox da bir şey olacağını zənn etmirəm. Sizcə dostlar, sizdən yenə bir şey sual soruşum. Bu ördəkləri görürsünüz də, bala ördəklərdir. 3 aylıqdır nəsə, 2 ay yarım belə olmalıdır. Bunlar düşdədir. Sizcə dostlar, bu ördəkləri, biri budur, bir ana, biri də bu. Qanadları hələ çıxmayıb. İndi çıxmağa başlayıb. Bunları sizcə qarğa və yaxud kök olsun, başını kəsə və yaxud öldürə bilərmi dostlar sizcə? Buna görə istəyirəm bayıra buraxım, yəni özgür yaşasınlar anatası kimi. Qorxuram ki nəsə yeyər deyə. Çox gözəl olublar. Üzləri zadı çox qəşəngdir. Gəl, tutun birini. Gəl, sən tutun. Çox qəşəng olur, baxın dostlar. Digər daha gözəldir. Üzündə gözəlliyi var. Baxın dostlar, nə qəşəng ördəkdir. Az öldürmə özünü. Səni çəkirəm də. Tövbə estağfurullah. Mən qanadlarını da göstərim sizə. Özü atma aşağı. Baxın dostlar, qanadları çıxmağa başlayıb belə. Özü göstərdi. Atdım səni aşağı düşürdüm. Diğerində daha çox çıxıb məncə. Daha tez çıxacaq. Bu daha böyükdür. Baxın, bunda artıq uclarında çıxmağa belə başlayıb. Bu ördəklər də maşallah çox tez böyüdükləri üçün ət də tez alırlar. Əlimə aldığım zaman görürəm ki, budlarında yəni ət olmağa başlayıb. Ağzımdan nəfəs alıb həm danışdığımda çətin olur. Nəfəsə qalıram. Bilməm, bu yayın cırhacırında, yayın bu istisində nə xəstəlikdirsə məndə bu. Cəmaət qışın ortasında xəstələnməyəndə mən yayın istisində. Yay deyil deyəcəksiniz, nə qalıb yaya? Az qalıb. Yayı yaşayırıq onsuz bu yazın ortasında. Ortası demək, axırında. Bu istidə bu nə xəstəlikdir mən bilmirəm. Portağalın yavrucuğu. Sizə bilmirəm, danışmışdımsa, portağalın bir balası da çıxıb nənəmin gilində. Bu arada limon və portağalın yumurtalarını birikdirmişdim, yığmışdım. Toyuğum kürt otursa qoymağa. Oturmadılar, mən də verdim nənəmə və uzaqdır nəsə. Uzaq və yaxud yaxın orta bir qohumuz var idi, o da istədi. Ona verdim. Neçə dənə idi görəsən? 16 belə var idi, qarışıq. 3 dənə saqqallı var idi. Digərləri qalanlar hamısı şeydi. Kəkilli limonun yumurtasından idi. Verdim, getdi ikisinə. Bir də adi yumurtalar verdim. Nənəm bu arada deyim, bilmirəm, qorxuram. Qulaq asar deyə. Nənəm hündüşqaların ikinci dəfə yenidən kürt bastırdı. Kürt qoydu. İkinci dəfə tezdən balalarını alıb əlindən. 4 dənə hündüşqa idi. İkisi hündüşqa balası çıxartmışdı. İkisi toyuq balası. Hündüşqa eyni vaxtda, toyuq eyni vaxtda düşdü təxmini. Buna görə balaları bir anaya verdi. Hündüşqanı balaların bir hündüşqaya, toyuq balaların bir hündüşqaya verib, qalan digər hündüşqalarda yenidən qırt bastırdı. Buna görə məndən də yumurta apardı. Yumurtası çatmayıb. Bilməm, nə qədər yumurta qoyubsa. Adama huzur verirlər. Hani ülke ceyranımız. Ara gedib yenə.
Orada da bu ürkək ceyranımız deyə oturub bu qapının qırağında. Tozun qədərinə baxın siz burada indi. Ürkək ceylan. Gel yavrum kaçma. Gitti girdi küncə. Toyuqlar hələ də yumurtaya başlamayıb. Toyuqları da sizləyən içəridə saxlamıram. Gördüyünüz kimi demək olar ki, hər gün bayırdadılar. Bir gün oldu evdə olmadıq. Buna görə itlər dadanıb bu günlərdə. Tulalardır. Yuva itlər. Biri həyətdə gəzir. Buna görə qorxuram. Seskanı parçalayıb girer içəri deyə. Üzündən neyse demeyeyim. Bir şeylik yağır demeyeyim. Buna görə buraxmıram yəni toyuqları evdə olmayanda bayıra. Ən yaxşısı içəridə saxlamaqdır. Neçə dəfə elə bir səhv etmişəm. Evdə olmayanda 1 saatlıq olsun, yarım saatlıq olsun buraxıb getmişəm, amma ki başıma heç bir yaxşı şeylər gəlməyib. Buna görə yenə indiki zamanda özümü və toyuqlar, özümü demək, heyvanlarımı riskə atmaq istəmirəm. Gəl tutum səni də gözəlliyin görünsün. Bax, nə gözəl ördəkdir. Ətini kəsirəm bala. Baxın, nə gözəl ördək olur, maşallah. Yaxşı, bu dəlidir. Diğeri bundan sakit idi biraz. Toyuqlar da otlayıb, yeyib, içib gəlirlər. İndi keyflərinə baxırlar. Biri qanadın yağlayır. Biri uzanıb yatıb. Biri nə bilim orada neyir, toz banyosu eləyirmi, neyir, qumda eşələrirmi. Amma ki bayırda da eşələndilər, günəş idi, hava çox istidir. Amma ki yenə bu istilər gedəcək. Bir-iki günə hava yenidən dəyişir. Yağışlar başlayacaq deyilənə görə. Bilmirəm nə qədər doğru, nə qədər düzdürsə. Allahın məsləhətinə heç kim qarışa bilməz. Allah nə istəsə onu da edəcək. Bunu biz bilə bilmərik öncədən nə olacağın, nə olmayacağın. Desinlər günəş olacaq sabah. Allah elə eləyir, qar yağır. Biz deməyinə deyil ki. Bu hündüşka qalıb, hələ də yumurtlamır. Ümidimi kəsmişəm, heç ümidlənmirəm bunun yumurtlamağına. Nə də inanmıram. Bilmirəm, qısır olurmu? İlk heç yumurtlamayan heyvandır, nə vaxtandır. Bu yanvarda yumurtlayıb, fevralda kürt oturdu. İşıqlar da söndü. Neyse. Bu hələ də may ayıdır. May ayı qutarır bu. Bunda yumurtlamaq yoxdur. Cəmaatın düşqalar 2-ci dəfə kürt qoyanda mən ikisi 1-ci dəfə kürt oturmur. Heç yumurtlamır, kürt oturmaq cəhənnəmə. Səsim də yavaş-yavaş batır. Yəni səsim gedir. Neyse, videoda bu qədər olsun. İşıqları söndü, inşallah yanar videonu ata bilərəm. Ata bilməsəm də üzürlü sayın indidən. Video gəlməyə də bilər bu günləri. Nə vaxt izləsəz. Bu videonu çəkirəm may ayının 9-u. Səhv etmirəmsə. May ayının 9-u çəkirəm bu videonu. Sizə may ayının 9-da gələ bilər, 10-da gələr, 11-də gələ bilər. Və heç gəlməyə də bilər. İndi baxaq, sağ qalırıqsa. Neyse, sağ olun dostlar. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik.